Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Sayın morfoloji xüsusiyyətləri bölməsini izah edirəm. Deməli, bir də deyir, hansı sayı numerativlə işlənə bilməz? Biz bilirik ki, bir müəyyən miqdar sayları işlənir. Bir də 3, 4, 5, 6 tipli təxmini saylar işlənir. Yəni, rəqəmlə yazılan saylar işlənir. Amma yüzlərlə sözü rəqəmlə yazılmır və numerativlə işlənmir. Yenə həmin cümləyə baxıram, yenə minlərlə. Müəyyən miqdar sayıdır və özündən sonra gələn isim cəm qəbul eləmir. Birinciyə müəyyən miqdar sayı dediyinə görə birinci sıra sayıdır, ikilik sayı deyil, ümumiyyətlə təkdə sayı deyil, çıxdı. Qaldıq D ilə E-də. Müəyyən miqdar sayıdır, deyir. Və cəm çəkilisi qəbul etmir ondan sonra gələn. Bura qədəri 1-ə də 2-yə də uyğun gəlir. Yəni 5-ə də uyğun gəlir, 80-ə də. Amma deyir, feili xəbər olur. Biz bilirik ki, feili xəbər yalnız feilin şəkilləri olur. Ona görə D-ni də götürə bilmirəm. Qaldı E bəndi. Xeyli keçmişdir, hansının qısəsi yoxdur. Bu əvəzlikdir, qəribə sifətdir, hadisə isimdir, artıq ədaddır, xeyli zərfdir, keçmək feildir. Burada say yoxdur, B bəndi. Numerativ söz harda doğru deyil, qardaş insandır, insanla da nəfər işlənir, dənə işlənmir. Qeyri-müəyyən miqdar sayı biri numerativlə işlənir, demişəm numeri rəqəmlə yadda saxlayın. Ancaq rəqəmlə yazıla bilən saylar. Məsələn, 5, 15, 10, 15, B bəndi. Hansı və yaxud da belə eləyək. Gəlin hamısının yanına bir numerativ qoyaq. Ta ki, qayda yadımızdan çıxıb. Çox nəfər adam, bir sıra nəfər adam, onlarla nəfər adam, onlarca nəfər adam deyə bilmərəm. Amma 10-15 nəfər adam deyə bilərəm. Harda sayı isimləşibdir, az adam. Bu birlərdən sonra hərəkət gəlir. Hərəkət gəlirsə deməli, bu birlər zərfdir. Birazdan nə zaman o da zərfdir. Sayın ümumi qrammatik say əşyanın miqdar və sırasını bildirir. Sonra keçirik digərlərimizə. Sayın əsas sintaktik sayla sifət demişəm, öz suallarına cavab verəndə təyin olur. Numerativ sözləri göstərir, kötan buradan çıxdı, qədər buradan çıxdı, əmək buradan çıxdı, fərd buradan çıxdı, baş, cüt. Məsələn, 5 baş qoyun, 1 cüt corab, 1 nəfər adam, 1 dənə qələm, 1 ədəd qələm. İsim cəm çəkilici qəbul edə bilər. Biz demişik ki, bir çoxları bir sırada cəmlənir. Bir sıra bir çox cəm isimlə işlənir. Amma demişik ki, çox-çoxlu yüzlərlə, minlərlə həm tək, həm cəmdir. Amma azacıq, az, biraz, bir qədər, xeyli yalnız təkdir. Deməli, cəmlə işlənə bilən hansılar oldu? Cəm şəkilçi qəbul edə bilən sıra sayları. Çünki xeylidir, bir neçə, bir müəyyən miqdar. Bunlar yalnız tək isimlə işlənir. Amma 10-cu sinif də olar, 10-cu siniflər də olar. Sıra sayı təklə də olur, cəmlə də. İsmin xüsusiyyətinə ola bilən, işlənə bilən say, ismin yerini işlənə bilən say. Neyniyə bilməz? Əgər bu ismin yerini işlənsə, day bu sayın sualına cavab vermir də, kim sualına cavab verir? Onda bu təyin ola bilmir. Numerativ söz harda doğru deyil? Gəlin, baxaq görək. Bir dənə kostyum olmur, dəst kostyum olur. Sayın yazışında harda yolla səhv olur? Roma rəqəmindən sonra cığıcı yazılmamalı idi. Sayın yazışında harda səhvə yol verilib? 14 D ilə yazılır, 56-da i-ni yazmayıb. Sayın yazışında harda 80 sözü 80-dir, a yol verilməmişdir, deyir müəllimlər. Deməli, burada 80-dir, yüzlərcən yox, yüzlərcədir. 88 doğrudur, 60 deyil. Üncüdə ün yazılmır, deməli C bəndi doğrudur. Numerativ söz nə vaxt işlənir? Yenə demişəm, nomer rəqəm deməkdir, rəqəmlə yazıla bilən saylar. 5, 6. Numerativ sözlə işlənə bilir, yenə rəqəmlə yazıla bilən say. Say və zərf kimi demişik ki, az, çox, xeyli, bir qədər, biraz bunlar əşyaya da aid ola bilir, hərəkətə də aid ola bilir. Gəlin, baxaq. Bir qədər adam, bir qədər yemək ye, bir qədər ye. Görsə, azacıq adam, azacıq ye. Çoxlu adam, çoxlu danış. Əşyaya aid olanda sayı da adama aid olanda. Amma ye, danış, hərəkətə aid olanda zərf idi. 2, 4, 5. Harda say işlənmişdir? Gəlin, baxaq onda 10-cular. Bircə o tez gəlsəydi kaş. Burada arzu ədatı neçə şagird var? Sayın sualıdır. Bütün əsas nüqsələrin sualları sual əvəzliyidir müəllimlər. Biri sözünü kimsə ilə əvəzləyəndə əvəzlikdir müəllimlər. Xeyli araşdırdıq, üstünə hərəkət gələndə zərfdir müəllimlər. Harda say işlənmişdir? Çoxalmaq feildir. Nə qədər kitab sual əvəzliyidir. Çoxduru gördüsə demişəm, düşünmədən say götürün. Harda say işlənmişdir deyir. 5-cilər saydır. Say harda işlənmişdir? Məlumatım azdır. Say harda işlənmişdir? 10-cular. Saya aid olan cədvəl.
Birinciyə deməli yazışı ilə deyilişi fərqlənən, ikinciyə sətirdən sətrə keçməyən, üçüncü isə fərqlənməyən. 5-6-nın yazışı deyilişlə fərqlənmir, götürmürəm. Ondan sonra yüzlərcə, onlarca fərqlənmir, götürmürəm. Biraz sətirdən sətrə keçmir demək olmur deyə götürmürəm. 9-u bura yazmalıyam. Sətirdən sətrə keçməyə 30-u yazıram. Və yazışı deyişi fərqlənməyən isə 7-ni yazıram. Bəndi. Qeyri-müəyyən miqdar sayı hansı qeyri-müəyyənlə numerativ söz işlənə bilir? Deyən kimi mən 5, 6, 7, 8 tipli təxmini saylara odaqlanmalıyam. Bilin ki, fikrinizi ora salmalısınız. Ancaq o saylar. Qeyri-müəyyənlə ancaq onlar işlənə bilir. 5-6 tələbə. Qeyri-müəyyən miqdar isim arasında numerativ, yenə qeyri-müəyyənlə isim numerativ işlənə bilər deyirsə, yenə 6-7 köməkçi. Yenə o bayaq dediyimizdən axtarırıq. 10-cuların sözü, söz birləşməsinin birinci tərəfidir, isim aid mənsubiyyət, sıra sayıdır. Üçüncü şəxsin cəmini bildirən mənsubiyyətdir. Deyir, söz birləşməsinin birinci tərəfidir. İsim aid şəkilçi qəbul edibdir. Quruluşda düzəltmədir. Sıra sayıdır. Üçüncü şəxsin cəmini bildirən mənsubiyyət şəkilçisilə. Mənsubiyyət deyil bu. Yerlik haldır. Say ismin yerində hardan işlənib? Milyondan kiçikdir. Nədən kiçikdir? İsimləşib görsünüz. Say isim aid şəkilçini harda qəbul edibdir? Gəlin baxaq. Deməli, birincilər isim kimi cəmlənibdir. Say isim aid şəkilçini harda qəbul edibdir? Gəlin burada baxaq. Birinciləri isim kimi cəmlənib hallanıb. Sıra sayı harda təyindir? Öz sualına cavab verəndə təyindir. Say öz sualına cavab verəndə təyin olur. İkinci komanda, neçənci komanda. Qoşalıq bildirənlər cütlə dəstdir. 2 ilə 5 görək hardadır? D-də. Mənsubiyyət və hal qəbul edib harda? Baxaq görək harda. İkisi mənsubiyyət, ikisinin valideyni hal. Sifətlə sayın oxşar cəhəti haqqında səhv. Əşyanı eyni cəhətdən təyin edir? Yox. Sifət, əlamət və keyfiyyət say miqdar və sıra bildirir. Sıra sayları harda səhv yazılıb? Burada ıncı olmamalıdır. Burada in hissə yazılmamalıydı. N hissə yazılmamalıydı. Demişəm ki, Roma rəqəmindən sonra heç nə yazılmır. Ərəb rəqəmindən sonra təkcə c yazılır. 1, 2, 5. Bəli. Sıra sayının yazışında harda səhvə yol verilib? Yenə 1, 4 və 5-ci. Sayla bağlı səhv. Gəlin baxaq. Başqa nüqsələr deyir, fəaldır. Xeyr, demişəm, saydan yaranır. Bir çox tələbələr birləşməsində sayın yerinə hansı yazıla bilər? Demişəm, bir sıra bir çox cəm isimlər işlənir. Bir sıra abituriyentlərdə isə bir çox söz yazıla bilər. Bir harda saydır? 2 ilə əvəzləyəndə saydır. Gəlin baxaq onda. 1 dəqiqə, 2 dəqiqə. Bir harda saydır? Yenə 2 ilə əvəzləyəndə saydır. Gəlin 1 saat, 2 saat. 42, sonra görək müəllimlər bu test ümumiyyətlə nə qədərdir? 43. Say ilə isim arasında numerativ işlənə bilər. Yenə baxırıq 90 nəfər müəllim. Amonimdir, ədatla işlənir. Şəkilçi artanda feil yaranır, şəkilçi artanda isim də yaranır. Məsələn, tez mənim beynimdə ədatlarla işlənə bilər deyirsə, azla çox gəlir. Ən az, ən çox. Və azalmaq, çoxalmaq feillə işlənə bilir. Amonimdə azla çox amonimdilər. İsim əmələ gətirə bilir, azlıq, çoxluq. Yəni bu ikisi hansı var götürün. Bəndi. Say ilə bağlı düzgün fikri göstəririk. Gəlin baxaq görən ki, hansıdır ay müəllimlər. Sıra sayından sonra cəm şəkilçi gələ bilər. Sıra sayın, çünki o birləri gözümlə gördüm ki, elə yoxdur. Niyə? Deyir sayın amonimi yoxdur. Niyə yoxdur? 50 amonimdir, 40 amonimdir, 80 öz amonimdir. Müəyyən miqdar isim, niyə sayın hamısı isimləşir, ona görə səhvdir. Sıra sayı yalnız təyin olur, səhvdir. Deməli, sıra sayına aid düzgün, müəyyən və qeyri-müəyyən sayından düzəlir. Sıra sayları müəyyən miqdar saylarından düzəlir. Neçənci sualına cavab verir, doğru. İsmin yerində işlənə bilmir, deyir, səhv deyir. Kökü saitlə bitən saylara ıncı artı qoşulduqda ilk sait düşür. Məsələn, saitlə bitən 6-ncı. 6-ncı olmur da, ilk sait düşür, doğru deyir. Deməli, doğru lazımdır mənə. Sıra sayından sonra gələn isimlər bəzən cəm şəkilçi qəbul edir. 2, 4, 5 görək hardadır? E-dədir. Numerativ söz düzgün işlənməyibdir. Gəlin baxaq. Deməli, müəllimlər bir sürü səbəb olmur, bir qoşunda söz olmur. Amonim kimi işlənən sayları, bayaq yuxarıda onu saydım, mindir, azdır müəllimlər. Az, çox, min, 80, bunlar amonimdir. Hansı numerativ kimi işlənə bilər? Bir maşın alma, bir dənə qələm, bir damcı su, bir stəkan su. İşlənə bilir numerativ kimi. Elə bu qədər, bu üzdə var.
Bir harda saydır. Biri 2 ilə əvəzləyəndə 2 xan. Sarayda 2 dənə xan hökm eləyə bilər. Biri 2 ilə əvəzləyə bilirik. 2, biri məli, biri bu. Ondan sonra 2 ilə əvəzləyəcəyimiz başqa hardadır. Deyir ki, ömrüm 2 əsrlə yanaşı durur. 1 əsrlə yanaşı durur. Neçə əsrlə? Ədatla amonimdir. Leksik şəkildə qəbul edir. Feil yaranır. Yenə bayaq yuxarıda buna aid sualımız vardı. Mən onlara dedim ki, azdan çox axtarın. Bax, ədat ola bilir çox sözü, bir sözü ədat ola bilir. Düzdür, az ədat olmur. Amma orada elə demirdi. Orada deyir ki, ədatla işlənə bilir. Çoxla bir ədat olur, bəli. Leksik şəkildə qəbul edir, feil yaradır, bəli. Çoxalmaq, birləşmək, isim də yaradır, birlik, çoxluq. Əla, 1 ilə 2. Sonra hansı sayı olmalıdır? Dost təkdədir də. Deyir, təkdə olan ismi bir sıra bir çoxu çıxardıram. Çünki onlar yalnız cəm isimlə işlənir. Qalır bunlar. Bu birlər amma tək isimlə işlənə bilir. Rəqəmlə yazın. Mən biraz tələsik dedim, bir də deyim istəyirsiniz. Bax, görün nə deyirəm. Deyirəm, bu isim təkdir. Deyir, indi onun hansı olmaz? Deməli, bizə lazımdır. Olmaz deyirsə, cəm isimləri çıxart. Cəmlə işlənən sayları çıxardırıq. Mən də şeir qoşmuşam. Deyirəm, bir çoxları bir sırada cəmlənir, bir sıra bir çox cəm isimlə işlənir. Onlar cəm isim istədiyinə görə onları çıxardıram, qalanını götürürəm. Rəqəmlə mənsubiyyət şəkilçisi əlavə olunar. Gəlin baxaq. Ayın 5-inə 2. Uşaqların ikisində idman paltarı yox idi. 2 ilə 4. Deməli, onu rəqəmlə yazsam, baxın, 5-inə. 5-i mənsubiyyət. 2-sində. İkisi. Deyir, say rəqəmlə yazsa şəkilçi yazılmayacaqdır. Biz demişik ki, mənsubiyyət şəkilçisi və digər qrammatik şəkilçilər qəbul edəndə rəqəmlə yazılanda defisdən sonra mənsubiyyət yazılmır. Ayın 5-inə qədər. Və belə olur, 5-ə qədər. Belə yazılır. İkisində olur 2-də. Gələn isimlər. Həmişə cəmdə olursa bir sıra bir çox axtarırıq. C bəndi. Həm tək həm də cəmdə olursa çox-çoxlu yüzlərlə, onlarla axtarırıq və sıra sayını axtarırıq. Həmişə təkdə olur deyirsə, az, azacıq, xeyli, biraz, bir qədər və müəyyən miqdar sayı axtarırıq. Vəssalam.